Salam dostlar, sizinle Tkachenko Alexander. Bu videoda sizə Royal Hook servisində profilinizi necə dolduracağınızı izah edəcəyəm. Sayta daxil olanda əgər profilimiz doldurulmayıbsa, çox güman ki, bizi belə bir profilinizi doldurun pəncərəsi qarşılayır. Bu isə o deməkdir ki, profili doldurana qədər başqa heç bir bölməyə keçə bilmirik. Yalnız profilə daxil ola bilərik. Bu, reklam verənlərin öz hədəfləmələrini düzgün qurması və servisin bütün istifadəçilərinin bu ayarlarda, bu reklamlarda iştirak etməsi üçün məcburi bir şərtdir. Çünki burada görürük ki, aşağıda və kənarda banerlər var. Bəli, və uyğun olaraq banner reklamı və ya kontekst reklamı quran insanlar ümumiyyətlə istənilən reklam novu, video, tapşırıqlar və s. üçün də bu keçərlidir. Yəni orada hədəfləmə var və həmin hədəfləmədə insanlar ölkələrə görə, maraqlara görə, dillərə görə və s. reklamı tənzimləyə bilirlər. Yəni bütün bunların düzgün işləməsi üçün axı bu reklam xidməti sayılır. Ona görə də düzgün doldurulmuş profil hamı üçün mütləqdir. Buna görə də burada ad və soyadımızı yazmalıyıq. Yəni, sistemin bizi qəbul edib, burada nəsə etməyə icazə verməsi üçün bütün sahələri tam doldurmalıyıq. Heç bir sahəni boş buraxmaq olmaz. Yəni, biz ad və soyadı doldururuq. Burada isə plus işarəsini basırıq və avatar yükləyə bilərik. Sonra isə tarixi məhz bu formatda yazırıq. Yəni, 2 rəqəm gün, 2 rəqəm ay, 4 rəqəm isə il olmalıdır. Bəzən insanlar iri 2 rəqəmlə yazır, bu isə səhvdir. Buna görə sistem onları buraxmır. Onlar nə bas verdiyini anlamırlar. Yəni, hər şeyi tam şəkildə yazmaq lazımdır. Sonra burada ölkəni seçir. Belə, ölkəni və səhəri əllə yazırıq, cinsi seçirik. Və burada dillər çox vacibdir. Bəli, yəni dili seçirik. Bir dil seçmək olar, maksimum 2 dil seçmək mümkündür. Yəni, bura bir soru dil əlavə etməyə ehtiyac yoxdur. Əsas dili qoyuruq və ola bilər ki, kimsə başqa bir dili də bilir. Başqa bir dil də seçə bilərsiniz. Mən, məsələn, rus dilini seçəcəyəm və əslində yəqin ki, ingilis dilini də seçmək olardı, amma seçməyəcəyəm. Onu seçəcək qədər yaxşı bilmirəm. Sonra maraqlar. Burada bizə uyğun olan maraqları seçirik. Artıq heç nə seçməyə ehtiyac yoxdur. Nə sizə uyğundursa, onu da seçirik. Mən artıq burada hamısını seçmişəm. Məni maraqlandıranları burada seçmişəm. Yəni bu, reklam verənlərin bizi seçəcəyi və bizə bannerlər göstərəcəyi maraqlardır. Məsələn, belə maraq var. Hamısı yadda saxla düyməsini basırıq. Deməli bir də sorğunu keçmək lazımdır. Yəni, mütləq sorğunu keçirik. Əgər biz bu mərhələni müvəffəqiyyətlə tamamlamasaq, sistem bizi növbəti hissəyə keçməyə qətiyyən qoymayacaq. Bunun üçün bura klikləyirik və burada qarşımıza çıxan qısa bir sorğunu tamamlayırıq. Cəmi 12 suallar. Budur, 12 sualdan birincisi, bəli. Burada sadəcə suallara cavab veririk. Burada düzgün və ya səhv cavablar yoxdur. Hər kəsin öz cavabı var. Hər bir insan fərdidir. Hamının öz maraqları, təcrübəsi, bacarıqları və s. var. Eyni zamanda reklam verənlər də belədir. Onlar hansısa ideal insan axtarmırlar. Elə insanlar oluyor. Onlar öz tapşırıqlarına, məhsullarına uyğun insan axtarırlar və hər kəsin ehtiyacı tamamilə fərqlidir. Bəli, yəni hər bir insana müxtəlif məhsullar, müxtəlif biznes təklifləri üçün fərqli insanlar lazımdır. Ona görə də burada necə varsa, elə də göstəririk, heç nəyi bəzəmirik. Çünki əgər nəyisə bəzəsək, sonra hansısa məqamda bizə çətin bir sual verilə bilər və biz ona başqa cür cavab verərik. Düzdür? Sistem yenə də başa düşəcək ki, siz düzgün cavab verirsiniz ya yox. Ona görə də sadəcə hər şeyi olduğu kimi dolduruyor. Mən indi sizə necə doldurduğumu göstərməyəcəyim. Daha dəqiq desəm, indi hər şeyi dolduracağam, amma bu hissəni kəsəcəyəm ki, siz məni təkrarlamayasınız. Məhz özünüzə uyğun, düzgün hesab etdiyiniz kimi edəsiniz. Yəni burada, məsələn, muzlu iş seçirik, hansı ki sizi ən yaxşı təsvir edir. Əgər muzlu iş deyirsinizsə, elə də qeyd edin, muzlu iş. Əgər sahibkarsınızsa, muzlu istəmirsinizsə, yəni yalnız sahibkarlıqla məşğulsunuz və bununla dolanırsınızsa, o zaman sahibkar seçirsiniz. Freelancer, deməli freelancer, komanda rəhbəri, yaxud şəbəkəci. Sizin komandanız var və yalnız bundan qazanırsınız, yalnız bundan dolanırsınız. Müvafiq olaraq, məsələn, komanda rəhbəri seçirsiniz. Onlayn qazanc əldə etməyə çalışmısınızsa, eyni qaydada seçirsiniz. Hamısı bu qədər. Mən indi bu testi test keçirəm və irəliləyirik. Bax, əslində mən testi doldurdum və cavablar yadda saxlanılır. Hamısı, davam edirik. Burada qeydiyyatdan keçdiyimiz e-mail və məcburi sahə kimi Telegram da var.
Məndə Telegram artıq bura əlavə olunub, istəsəniz onu ayıra və ya başqa birini əlavə edə bilərsiniz. Əgər profili ilk dəfə doldurursunuzsa və Telegram hesabınız bağlı deyilsə, mutlaq onu bağlamalısınız. Yəni burada bir düymə olacaq, onu basmalısınız və Telegram botunda sadəcə start düyməsini basırsınız və bura qayıdırsınız. Bəzən belə olur ki, insanlar Telegram botunda düyməni basırlar, sonra bura qayıdırlar. Burada heç nə yazılmır və onlar elə bilirlər ki, problem var. Elə vəziyyətdə problem nədədir əgər burada boşdursa? Deməli, sadəcə sizdə login yoxdur. Telegramda standart olaraq login olmur. Onu xüsusi olaraq yaratmaq lazımdır. Əksər insanların logini olur, amma çox nadir hallarda elə olur ki, kimsədə login olmur. Onda sadəcə Telegrama girib, ayarlara daxil olub, ozunuza bir login fikirləşməlisiniz. Məsələn, mən özüm üçün belə bir login fikirləşmişəm, bəli. Siz də Telegram ayarlarında özünüz üçün sərbəst bir login fikirləşib yarada bilərsiniz. Və bundan sonra bura daxil olub, eyni prosesi təkrarlaya, ayıra, bağlaya bilərsiniz. Və burada logininiz görünəcək. Yəni, Telegramı bağlamaq mütləqdir. Telegramı bağlamadan sistem sizi irəli buraxmayacaq. Amma VKontakteyi bağlamaq vacib deyil. Çünki bu beynəlxalq xidmətdir. Telegram bütün dünyada hamıda var. Amma VKontaktedən əsasən NDB ölkələrində istifadə edirlər. Ona görə də əgər Telegramınız varsa, əlbəttə bağlayın. Əgər yoxdursa, bu vacibdir. Və basırıq, daha doğrusu biz artıq bundan əvvəl yadda saxla düyməsini basmışıq. Və uyğun olaraq burada da hər birini ayrıca yadda saxlayırıq. Baxın, bütün proses elə bundan ibarətdir. Biz bütün sahələri doldurduqdan sonra onlardan heç birini boş buraxmırıq. Bundan sonra isə, məsələn, rahatlıqla əsas səhifəyə keçid edə bilərik və aydın şəkildə görürük ki, bot bizi irəli buraxır. Gördüyünüz kimi burada heç bir çətinliklə qarşılaşmırıq.